Qarabağın transfer planlaşdırdığı futbolçu ilə bağlı cəhdləri nəticəsiz qalıb. Sport 1.az xəbər verir ki, Ağdam təmsilçisinin maraq dairəsində olan Xalid Baba Mərakeşin Mas Fes klubuna transfer olunub. Bu barədə Afrika Food nəşri məlumat yayıb. Mənbənin yazdığına görə, Qarabağ sağ cinah oyuncusu üçün təklif irəli sürsə də, transfer mübarizəsində yerli klub daha operativ davranıb. Nəticədə, futbolçu Difai Hassani Əl-Cədidadan ayrılaraq Mas Feslə razılıq əldə edib. Bildirilir ki, keçid təxminən 400 min avro məbləğində baş tutub. 25 yaşlı Winger yeni klubu ilə 3 il yarımlıq müqaviləyə imza atıb. Qeyd olunur ki, futbolçuya Qarabağ tərəfindən də cəlbedici təklif təqdim edilib. Lakin idman və maliyyə şərtlərinin bir-birinə yaxın olması fonunda o, yerli çempionatda qalmağa üstünlük verib. Xatırladaq ki, Xalid Baba Mas Fes Akademiyasının yetirməsidir. O, karyerası ərzində KKK Meknes və Vidat Fes klublarında da çıxış edib. Son mövsümlərdə isə Difai Hassani Əl-Cədidanın əsas oyuncularından birinə çevrilib.